Qısa ustadların nəfəsi ilə, yolunla, yolağası ilə bir ustadnamə deyək. Evdəkilərə salam verilişin seyr edənlərə dad olsun, könülləri inşallah şad olsun. Ocağından, sənətindən, şeiriyyətindən qidalandığım, qibləgahım, səzdəgahım, Nadir Mərzəngəlinin 3 bənd ustadnaməsini deməyi özümə şərəf və borc bilirəm mənim əzizlərim. Harda bəhsə düşsə aşıq olanlar, gərək münasibət kölgələnməsin. Heç kəs öz-özündən edib tərəddüd və güman olmasın, bəlkələnməsin. Baharın fəslində yeləsən kimi, coşub dalğalanır, yellənir zəmi, mühit bir dəryadır sənətkar gəmi, mümkünmü zəmilər sirkələnməsin? O kəs ki yaşayır eldə inamsız, o kəs ki yan pörtü keçir salamsız, onun ki sözü qıt, dili nizamsız, ellər məclisində təkələnməsin. Aşıq qıfılı bəndi deyib təkbətək, rəqibi külbədən keçirsin gərək, yoxsa ki yuxuda sayaqlayan tək, kəlmələr dilində kəkələnməsin. Sənətin sirləri gör neçə mindir. Ustad Şirzad, sənətin sirləri gör neçə mindir. Açacaq özünə kim ki əmindir. Ustada naşısan demək çətindir. Sənətkar özündən ləkələnməsin. Allah bizə elimizin, obamızın, xalqımızın, yurdumuzun, yuvamızın bərəkallahların qismət eləsin. Dertlerim